Salam, beynəlxalq münasibətlərin bəzən çox qarışıq görünən dünyasına xoş gəlmisiniz. Gəlin bugün birlikdə ən qədim və bəlkə də ən təsirli baxış bucaqlarından biri olan realizmə nəzər salaq. Bu, dünya siyasətinin pərdarxası, sərt reallıqlarını anlamaq üçün bir növ bələdçidir. Yəqin ki, bu sual sizin də ağlınızdan keçib. Axı hamı sülh və əməkdaşlıq istəyirsə, niyə xəbərlərdə daim münaqişələr, gərginliklər görürük? Bax, realizm nəzəriyyəsinin bu çətin suala biraz sərt, amma çox aydın bir cavabı var. Realizmi daha yaxşı başa düşmək üçün gəlin onu optimist əkiz qardaşı idealizmlə müqayisə edək. Təsəvvür edin, idealistlər dünyaya hər şey necə gözəl ola bilər deyə baxır, sülhün və əməkdaşlığın mümkünlüyünə inanırlar. Realistlər isə sanki bu səhrayı eynəyi çıxarır və dünyanı olduğu kimi görürlər. Hər kəsin ilk növbədə özünü düşündüyü amansız bir rəqabət meydanı kimi. Yaxşı, bəs realistlərin bu praqmatik, bəzən də biraz pessimist dünya görüşü nəyə əsaslanır? Hər şey 4 fundamental prinsip, yəni 4 möhkəm sütun üzərində qurulub. Bunları beynəlxalq siyasət oyununun dəyişməz qaydaları kimi düşünə bilərsiniz. Birinci qayda, arenada əsas oyunçular dövlətlərdir. Yəni BMT, böyük şirkətlər, məşhur şəxslər, bəli, onlar da önəmlidir. Amma realistlər üçün son sözü deyən, ən kritik qərarları verən əsas güc mərkəzləri məhz dövlətlər, yəni ölkələrdir. İkinci sütun, anarxiya. Hə, bu söz biraz qorxulu səslənir, amma dayanın. Bu bildiyimiz xaos, qarışıqlıq deyil. Sadəcə o deməkdir ki, dövlətlərin üstündə dayanan, hamıya sözünü keçirən bir dünya polisi yoxdur. Belə bir sistemdə hər bir dövlət öz təhlükəsizliyi üçün axırda yalnız özünə güvənməlidir. Yəni, hər kəs öz başının çarəsinə baxmalıdır. Üçüncü sütun isə şəxsi maraqdır. Çox sadə dillə desək, hər kəs özü üçün. Realistlərə görə bir dövlətin ən birinci və ən müqəddəs vəzifəsi sağ qalmaqdır. Buna görə də bütün addımlarını, bütün qərarlarını ilk növbədə öz milli maraqlarına uyğun atırlar. Və nəhayət gəldik dördüncü, bəlkə də ən önəmli sütuna, güc. Təsəvvür edin ki, beynəlxalq siyasət bir bazardır. Bu bazarda istifadə olunan yeganə valyuta nədir? Bəli, güc. Realistlər üçün güc həm məqsəddir, həm də bu məqsədə çatmaq üçün yeganə vasitədir. Sağ qalmaq maraqlarını qorumaq istəyirsinsə, güclü olmalısan. Vəssalam. Yaxşı, bu fikirlər yeni deyil əsla. Realizmin kökləri o qədər dərindir ki, gəlin indi qısa bir zaman səyahətinə çıxıb bu nəsil ağacına baxaq, görək bu ideyalar haradan gəlir və zamanla necə dəyişib. Hər şey qədim Yunanıstanda başlayır. Fukidid adlı bir tarixçi müharibəyə baxıb çox sadə, amma bir o qədər də sərt bir qanun kəşf edir. Güclülər istədiyini edir, zəiflər isə buna dözmək məcburiyyətindədir. Əsrlər sonra İtaliyada Machiavelli səhnəyə çıxır və hökmdarlara deyir ki, sağ qalmaq üçün bəzən əxlaqı bir kənara qoyub sırf gücə fokuslanmaq lazımdır. Və nəhayət İngiltərədə Thomas Hobbes bu fikri bir addım da irəli aparır. Dünya hökuməti olmadan həyatın necə təhlükəli, necə qısa və vəhşi olacağını göstərir. Bax, bu üç nəhəng müasir realizmin təməlini qoyub. Bəs bugün realistlər arasında da deyək ki, kiçik bir ailə mübahisəsi var. 3 əsas qol mövcuddur. Birincisi, klassiklər. Onlar deyir, problem insanın içindədir. Biz təbiətən egoistik, güc sevən varlıqlarıq. Sonra gəlir neorealistlər. Onlar isə deyir, yox, insanları günahlandırmayın, problem sistemdədir. Yəni, dünya polisi olmadığı üçün sistem özü bizi rəqabətə məcbur edir. Və nəhayət, neoklassiklər. Bu iki fikri birləşdirir. Onlara görə həm beynəlxalq sistemin təzyiqi, həm də ölkənin daxili vəziyyəti birlikdə xarici siyasəti müəyyən edir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin görək bütün bunlar real həyatda, yəni dünya siyasəti meydanında necə işləyir. Bunun üçün iki çox vacib, iki açar anlayışa baxmalıyıq. Birincisi, güc balansı. Təsəvvür edin ki, məktəb həyətindəsiniz. Əgər bir uşaq həddindən artıq güclənib hamını incitməyə başlasa nə olar? Digər uşaqlar birləşib ona qarşı durar, elə deyilmi? Bax, beynəlxalq siyasət də bir növ belədir. Əgər bir dövlət həddindən artıq güclənib hamı üçün təhlükə yaratsa, digərləri təbii olaraq ona qarşı birləşərək tarazlıq yaradır. Soyuq müharibə dövründəki NATO-nun yaranması buna klassik bir misaldır. Məqsəd sadədir. Heç kim tək başına məhəllənin ağası olmasın. Və indi gəldik beynəlxalq siyasətin ən ironik və ən təhlükəli paradokslarından birinə. Təhlükəsizlik dilemması. Bu bir növ heç kimin qalib gəlmədiyi bir zəncirvari reaksiyadır. Gəlin addım-addım baxaq. A dövləti sırf özünü müdafiə etmək üçün biraz silah alır. Amma qonşu B dövləti bunu görüb narahat olur. Bəlkə mənə hücum edəcək, deyə düşünüb o da silahlanır. Bunu görən A dövləti daha da qorxur və daha çox silah alır. Və nəticə?
inanılmazdır, amma sonda hər iki tərəf də əvvəlkindən daha çox silaha malikdir, amma özlərini daha az təhlükəsiz hiss edirlər. Nə qədər ironik, deyilmi? Əlbəttə, hər nəzəriyyə kimi realizmin də tənqidçiləri var. Həm də az deyil. Axı heç bir nəzəriyyə dünyanı tam izah edə bilməz. Gəlin, indi medalın o biri üzünə baxaq və görək bu yanaşmanın hansı zəif cəhətləri var. Tənqidçilər deyir ki, realizm həddindən artıq bədbindir. Sanki insanlığın heç bir yaxşı tərəfi yoxmuş kimi davranır. Bəs əməkdaşlıq, bəs BMT kimi təşkilatlar, beynəlxalq qanunlar, realizm bütün bunların rolunu kiçildir. Dövlətlər arasında mümkün olan etimadı və dostluğu görməzdən gəlir. Bir sözlə, tənqidçilərə görə realizm dünyadakı müsbət dəyişiklikləri və sülhün necə qurula biləcəyini izah etməkdə acizdir. Amma bütün bu tənqidlərə baxmayaraq, bu cümlə realizmin əsas ideyasını çox sadə və güclü şəkildə özətləyir. Realistlər üçün texnologiya dəyişə bilər, liderlər gəlib gedə bilər, ideologiyalar dəyişə bilər. Amma bu oyunun əsas qaydası, güc və maraq mübarizəsi heç vaxt dəyişməz. Və beləcə gəlib çıxdıq ən vacib suala, sizə ünvanlanmış bir suala. Realizm sadəcə olaraq dünyanın soyuq, sərt reallıqlarını bizə göstərən bir güzgüdür, yoxsa bəlkə də siyasətçilər bu oyunu realist qaydalarla oynadıqları üçün dünya belə amansız bir yerə çevrilir. Yəni, bu bir həqiqətdir, yoxsa özümüzün yaratdığı bir reallıq? Bu barədə düşünməyə dəyər. Bizimlə olduğunuz üçün təşəkkürlər.